qaydasına protokol qəbul. Bəli. Bildiğiniz kimi oktyabr ayının 20'sinden noyabr ayının 20'sine dek Respublika ərazisində Daxili İşlər Nazirliyi və Ekologiya Təbii Sərvətlər Nazirliyinin əməkdaşları birgə təmiz hava aylığına start verilib. Təmiz hava aylığının keçirilməsində əsas məqsəd nəqliyyat vasitələrinin mühərriyi ilə atmosferə atılan zərərli maddələrin insan sağlamlığına, eyni zamanda ətraf mühitə verdiyi ziyanın qarşısının alınmasıdır ki, bu istiqamətdə tədbirlər həyata keçirilir və keçirilən tədbirin nəticəsində nəqliyyat vasitəsinin saxlanıldı, mühərriyindən atmosferə atılan dəm qazının miqdarı su texniki vasitələrlə yoxlanıldı. Normalara tam uyğundur. Biz sizə təşəkkürümüzü bildiririk. Bundan sonra da nəqliyyat vasitənizi tam saz formada idarə edin. Yolunuz açıq olsun, qaydalara ciddi şəkildə riayət edin. Təşəkkür edirik. Normalara tam uyğundur. Bu baxımdan da biz sizə təşəkkürümüzü bildiririk. Elə nəqliyyat vasitənizi bundan sonra da bu formada istismar edin. Yolunuz açıq olsun. Qaydalara ciddi şəkildə riayət edin. Yolda diqqətli olun. Təşəkkür edirik. Biz bu dəfə sizə xəbərdarlıq edirik, amma nəzərə alın ki, nəqliyyat vasitələrinin mühərriyin atmosferə atılan dəm qazının miqdarı ətraf mühitə, eyni zamanda insan sağlamlığına ziyan vurur. Və əlavə olaraq sizin nəqliyyat vasitənizin şinlərində də müəyyən problemlər var. Nəzərə almaq lazımdır ki, qış mövsümü gəlir, mütləq şəkildə şinlərin də tam mövsümə uyğun təchiz edilməsini təmin edəsiniz. Yolunuz açıq olsun, təşəkkür edirik. Bildiyiniz kimi avtomobillərdən ətrafa atılan zərərli maddələrin insan sağlamlığına, eyni zamanda ətraf mühitə vurduğu zərərin qarşısının alınması istiqamətində davamlı olaraq qabaqlayıcı tədbirlər həyata keçirilir. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin və Ekologiya Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə təmiz hava aylığı ilə əlaqəli olaraq tədbir keçirildi. Tədbir zamanı avtonəqliyyat vasitələrinin texniki sazlığının daim diqqət mərkəzində saxlanmasının vacibi ilə bağlı sürücülərə və sahibkarlarla mütəxəssislərin iştirakı ilə maarifləndirici söhbətlər aparıldı. Lakin qeyd etməliyəm ki, həyata keçirilən təbliğat təşviqat işlərinin intensivliyinə baxmayaraq yenə də avtomobil yollarında təəssüflər olsun ki, mühərriyi nasaz olan nəqliyyat vasitələri var. Elə bütün bunları nəzərə alaraq bir daha sürücülərdən, eyni zamanda sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan fərdi və hüquqi şəxslərdən istifadələrində olan nəqliyyat vasitələrinin saz vəziyyətdə istismar etmələrini xahiş edirik.